Hoş gördük kızlar. Bugünlerim hazır yuxanın içerisinde. Benim iller önce çok sevdiğim, severek hazırladım. Demek dürmək deyək də. Dürmək hazırladıq. Hazır yuxanı alırsınız. Qəşəng dönər yuxalarını onu iki yerə bölürsünüz. Qəşəng içərisinə istədiyiniz göyərti, soğan, duz, hətta şor da, pendir də əlavə edərsiniz. Bu dəfə mən şor almamışdım, ona görə əlavə etmədim. Bura özünüzün fantaziyalarınızla əlavə ola bilər. Məsələn, mən bəzən pirajki istəyirəm, xəmir yoğurmaq istəmirəm. Kartofdan püre eləyirəm, oraya əlavə eləyirəm. Və yaxud da ki, toyuğun döşətini didirsiniz. Kökü də tyorkadan keçirirsiniz, əlavə edirsiniz, o da ola bilər. Çəkilmiş ət də ola bilər. Hətta mən ləvənginin qalan içliyindən də hazır yuxa ilə hazırlamışam. Bir sözlə çox, yəni ağlınıza nə gəldi? Evdə qalan makaronun içərisinə pendir qoyub onu da eləmişəm. Yəni bu sizin özünüzün zövqünüzdən, kefinizdən asılıdır. Xana ilə bükürsünüz qəşəng. Bu arada bunu sizə göstərim. Bax belə paketləyib üzərinə arasına salfetka sərib, üzərinə də salfetka sərib qoyursunuz. Soyuducuda sərin bir yerdə qalır. Ürəyiniz istədiyiniz vaxt çıxardın, qızardın. Bu arada duru yağı çox aparır qızartmada. Sobada da olur, amma xırçıltı effekti vermir. İndi mən bəlkə bir neçə saatda pişirmişəm, amma oradan qızardanda belə deyim də, qızardan kimi çox xırçıltılı olur. İndi artıq həmin o xırçıltı qalmayıb. Çünki 2-3 saatda pişirmişəm. Sadəcə çəkdim ki, sizə də göstərim. Amma çox yeməli, çox dadlı. O qədər ləzzətli olur. Şorla daha ləzzətli olur. Həm də belə turşməzə dadır. İndi sizə onun bükməyini də göstərim. Bükmək qaydasını. Bunu bayaqdan saxlamışdım canlı yayımdakı. Bilməyənlər üçün göstərək. Duz, istiot. Belə duz vurdum, soğan vurdum. Yəni yenə də deyirəm, şor olsa daha yaxşıdır. Burada arxa tərəfini belə bükürsünüz ki, tökülməsin. Göyərti mütləq qupquru olmalıdır. Bir gün əvvəlcədən göyərtini hazırlayın. Bunu bayaqdan saxlamışam deyə göstərmək üçün. Yuxa artıq biraz quruyub, açıq havada qaldığı üçün. Vəssalam. Belə bir dənə dürmək hazırlayırsınız, baş tərəfini də bağlayırsınız. İçinə istədiyiniz, ürək istəyir, nə istəyir əlavə edib yağda qızardın, yeyin. Çox qəşəng alınır. Baxın, bunu da altına, arasına salfetka yığmışam. Bunu da belə əlavə edirəm. Qəşəng. Bir neçə gün, hətta bir həftədən də çox qalır. İstədiyiniz vaxtda çıxardırsınız. Salfetka da ona görə lazımdır ki, orada nəmlik varsa onu götürsün. Çox da gözəl alınır. Mütləq pişirin. Bilməyənlər üçün paylaşıram. Bilənlər də yenə öz fikirlərini paylaşa bilər. Bugünlərim canlıda hazırladım. Çox gözəl, çox xırçıltılı. Və içliyi də özünüz öz bildiyiniz kimi istifadə edin. Hətta belə təkcə göyərti və soğandan da qəşəng olur. Yəni zövqlər müxtəlifdir. Mən cincilimlə də elədim. Biraz da mən kömənci vardı, onu qatdım. Keşnişi, çöl kişnişi. Bir sözlə kim nə xoşlayırsa hazırlaya bilər. Ondan da əlavə evdə nəsə yemək artıq qalırsa təbii ki, quru olmalıdır. Onu lobiya belə hazır yuxanın arasına yığın. Qəşəng dürməklər eləyin, qızardın, yeyin. Lobiya demiş, beynimdə nə var idi? Lobiyadan paştet kimi eləyib, ondan da pişirəndə çox dadlı olur. Mərci ilə də eləmişəm. Ağlıma nə gəlibsə hamısından, gecikkanla da sınamışam. Paylaşdım bilməyənlər üçün. Çox asan. Bu lap yaxşıdır, daha pratik bir prosesdir. Yəni ki, istədiyim vaxtı gəlirəm, götürürəm, qızardıram. Mənim üçün çox rahat bir, belə deyim də, üsuldur. Bu qədər fikirlərinizi yazın. Hələlik sağ olun.